Sehran Əliyev Hafız Əfqanoğlunun anasıyam. Şəhid. Şəhid anasıyam burada. Mən oğlumdan çox belə uşaqlarımın hamısı balancası, körpəci, son beşiyimidir. İndi ona görə yarım danışıram. Bax, ona babuska gələndə istənib, çığırıb, cırıb babuskanı. Cırıb turluyub, gedibdi. Hafizə gəldi, dedi ki, sənə babuska gəlmişdi, Sərxan müəllim verdi balkon. Mən də cırdım, turladım. Dedim, mənim oğlum getməyəcək əskərliyə. Onun səhərisi balkonumu gedib tapıb Əliyev Hafız. Gedib tapıb deyib, mənim babuskamı mənim özümə ver, atama vermə yenə. İkinci dəfə babuska gələndə verib özünə. Babuska gələndə sevindiyindən gəldi, mənə dedi ki, mama, mənə bir yaxşı xəngəl pişiginin yeyim, ürəyim istəyir. Başladım, dedim, yaxşı, maman sağa qururam, bax, bu dəqiqə pişirəcəm. Bax, bu dəqiqə pişirəcəm. Deyəndə, mən elə bir suyu qoydum üstünə, xəngəli əlimdə kəsdiyim yerdə, əskəriyə gedənləri yığıb, avtobusa götür gedirmişlər. Gedib, oturub, gedib. Gözlədim, gəlmədi. Getdim, Hafiz deyib, çara, getdim darvazaya, gördüm, heç darvazada da yoxdur. Orada da yoxdur. Deyəndə qonşunun balkonundan baxan oğlan dedi ki, qonşunun oğlu. Dedi, hava yerə axtarma. Oğlun əskəriyə getdi, qoydular, avtobusa götdülər, getdilər. Çığırdım, bağırdım, ağladım, qayıtdım evə. Yoldaşım gəldi, çıxdı, dedi, niyə heyl eləyirsin? Dedim, hafizə apardılar əskərliyə. Onu, deməli, ona payluş qayırdıq, səhərisi gedəndə yolda qırat çoxlu görəcər, gelin qırat durubdu asfaltda. Ora gedir. Dedilər ki, bilmirəm, hansı harıydı, Çullu. Tərnöy, Çullu, əvvəl Ərazidə. Ərazisində, hə. Orada postundadır. Nəysə, ora gedirdik. Getdik, gördük yolun qırağında, elə qıraq düşübdü təzə. Cərgə ilə düzülüblər. Bizə dedilər ki, dayanın, atarıq sizə dəyər. Dayanın, qoyun, ataq, qutaraq ondan sonra da dayandım, ağlayıb özümü öldürürəm. Gözlədim, Allah bu niyə qutarmadı, da bu niyə qutarmadı, nə qədər döşədi qutarandan sonra. Döşüyü qutarandan sonra qayıtdıq, biz keçdik, getdik. Getdik piyada, and olsun Allaha, Çullunun postunda gördük oradadılar. Piyada getdik kişi ilə, çatdıq, tapdıq. Görüşdük, ağladım, özümü şəhid elədim, yerə yıxıldım, nə oldu, nayəmlə, sonra özümə gəldim. Dedim ki, qoymayaysan. Onun üçünləri. Sizin ana yeznəniz də şəhiddir də. Hə, o qızımın yoldaşı. Hə. Adı nədir? Namik, Hacıyev Namik. Sizin yoldaşınızdır. Hə. Hə, orada hamısının şəkli. Çəkilin bəyək qeyd eləmişəm, baxmışam ha. Hə. O da 92-ci ildə şəhid olubdur. Döyüşdü, Sırxavət, Qazancı, Şişqaya, o döyüşlərdə can yatar, gül yatar, özümüzün adımızla döyüşdü, axırda da orada şəhid oldu. Allah rəhmət eləsin. Kəşfiyyat komandiri. İlin kəşfiyyat komandiri alındı. İlin verilən günü də Ağdam alındı. Qaçdıq gəldik, 2 nömrə Rus məktəbində qaçqın olduq. Bugün də elə şükür, qeyb qəbrini tapışıq. Allah prezidentimizin canı sağ etsin, qazilərimizə kömək olsun, şəhidlərimizə Allah rəhmət etsin. Amin inşallah. Şəhid olubdur oğlunuz. 94-ün martın 15-də. İndi bu martın 15-i onun ilk Onun dönümüdür. illiydi, hə. Hər il mən onun ilini verirəm, hər il. Yəni bu şəhidləri tanıtmaq lazımdır ki, gələcək nəsillər önəmli olsun da. Ona görə də siz də ətraflı məlumat verin ki, neçə yaşında şəhid olubdur oğlunuz? Qəbrə qoyulanda 20 yaşı işığı yazıldı qəzetdə. Qəbrə qoyulan Mameddə. 20 yaşın işığı, bax qəzet də hələ evdədir. Bir torba dokumentim var. Allah rəhmət eləsin. Hə. Da. Əriyeva Nəzakət, şəhid Hafiz Əfqanoğlunun bacısıyam. O zamanlar çox ağır illər idi. Şəhidlərimizin ardarası yox idi.
Yox, qardaşım şəhid olandan sonra qabaq Qardaşım şəhid olmamışdan az əvvəl hələ yaramız sağalmamışdı. Yeznəmiz şəhid olmuşdu, böyük bacımın yoldaşı. Bizim ailəmiz hələ yas içində idi. Biz hələ tam özümüzə gəlməmiş qardaşım şəhid oldu. O bizim üçün çox ağır idi. Həm qaşqınçılıq, həm düşmüşük çöllərə, evimizdən 2 şəhid, heç özümüzə gələ bilmədik. Sanki atam onun hesabına rəhmətə getdi. Onun tabutu gələndə atamın kürəyi dalı üstə yıxılmışdı, ürəyi partlamışdı. Ağır dərddir. Allah rəhmət eləsin. Yeri behişt olsun. Hafisi ağır döyüşlər getmişdi Üzərlik təpə uğrunda. Onda Hafisi şəhid. Mehmandır, qazi. Bəli, onunla bir yerdə döyüşmüşdülər. Mehman deyirdi ki, Hafiz biz vəziyyətimiz ağırdır da, hamı çəkilib ikimiz qalmışıq. Hafiz deyir ki, yox biz buradan gəlmişik, geri qayıda bilmərik. Postuna kimi gedir. O yaralandı, Mehman ağır yaralandı. Hafiz neçə dənə saqqallı dedilər o vaxtı. Erməni tutmuşu, öldürmüşmüşlər deyə. Onlar çalışıb ki, Hafizi diri tutsunlar. da sağ aparsınlar. Mehman da deyir ki, gəl biz qayıdaq da, hamı çəkilib ikimiz qalmışıq. Hafiz deyir də geriyə yol yoxdur. Onlar da görüb ki, Mehmanı vurublar. Mehman yaralanıb, naferdən qaşının vurmuşdular. Gördüm ki də erməniləri. İndi hər bir şəhidimiz bizim üçün Hafizdir. Əlbəttə ki. Allaha and olsun. Şəhid Azərbaycan şəhididir. Vətən